Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Respublikanın hökumət sədri Abdusəməd Həmidovun rəhbərliyi altında keçmiş növbəti müşavirədə bir sıra aktual məsələlər müzakirə olunub. Hökumət sədri vurğulayıb ki, avtobusların və mənzil kommunal təsərrüfatı üçün texnikanın əldə olunmasına subsidiya verilməsi barədə imzalanmış razılığa əsasən federal büdcədən 252 milyondan çox vəsait ayrılıb. Beləliklə, müxtəlif markalı 87 avtobusun məişət tullantılarının daşınması üçün 33 ədəd texnikanın əldə olunacağı planlaşdırılır. Hökumət sədri ictimai nəqliyyatın hərəkət edəcəyi marşrutları hazırlamaq, hərəkət cədvəlini tərtib etmək, dayanacaqları qaydaya salmaq, texniki personalın seçimi və hazırlığını təşkil etmək barədə göstəriş verib. Həmidov yetim uşaqların və valideyn himayəsindən məhrum qalmış uşaqların mənzillə təminatında məsul şəxslərə tezliklə bu məsələni həll etməyi tapşırıb. Köhnə mənzillərdən vətəndaşların köçürülməsi ilə əlaqədar məsələnin kəskinliyini nəzərə alan baş nazir komfortlu həyat üçün gərəkli infrastrukturun inşası üzrə əlavə tapşırıq verib. Uşaq bağçalarının inşası ilə bağlı məsələ də diqqət mərkəzində saxlanıb. Hökumət sədri qeyd edib ki, 2014-cü ildə Dağıstan Respublikasında icra edici hakimiyyət orqanlarının fəaliyyət səmərəliliyi dəyərləndirilirkən nəzərdə tutulacaq planlı göstəriciləri əldə edə bilməmiş rəhbər işçilər tutduğu vəzifədən azad oluna bilər. Beləliklə, qeyd olundu ki, regionun icra hakimiyyət orqanlarının fəaliyyətinə qiymət verilərkən yuxarıda qeyd olunan tədbirlərin tətbiqi nəzərə alınacaq. Sonra gündəliyə daxil məsələlər müzakirə olunub. Gənclərlə iş üzrə nazir Zaur Qurbanov Respublikanın açıq gənclər hökumətinin fəaliyyəti barədə məlumat verib. Bu strukturun bir qədər əvvəl fəaliyyətə başladığına baxmayaraq, müvafiq sahə nazirlikləri ilə əlaqə yaradaraq bu və ya digər proqramların tətbiqi üzrə yol xəritələri tərtib edə bilib. 2013-2014-cü illərdə Açıq Gənclər Hökumətinin təşəbbüs qrupları 30-dan çox təqdimat keçirib. Ekologiya, kənd təsərrüfatı, təhsil, bədən tərbiyəsi, inşaat və mənzil kommunal təsərrüfatı məsələləri üzrə birgə müşavirələr təşkil edib. 320 nəfərin iştirakı ilə keçirilmiş Əməyə və Mühafizəyə Hazır Ol festivalı, 35 munisipalitetdə keçirilmiş gənclər müdiriyyətlərinin təşəbbüs qruplarının təşkili üzrə strateji bələdiyyə sessiyaları, Dağıstan müəssisələrində tələbələr üçün səyyar seminarların təşkili kimi layihələr yüksək dəyərləndirilib. Tədbir gedişində Respublikanın sosial-iqtisadi inkişafına dair bir sıra digər aktual məsələlər də nəzərdən keçirilib. Terror bəşəriyyət üçün təhlükədir. Dağıstan Tibb Kollecində müvafiq başlıq altında tələbə konfransı keçib. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə tələbələrin görüşündə terror nəticələrini işıqlandıran video roliklər nümayiş etdirilib. Beslan faciəsi daha ürək ağrıdıcı oldu ki, burada həlak olmuş 334 nəfərdən 186-sı uşaqlar idi. Səhnədə çıxış edənlər 1999-cu ilin hadisələrini də xatırladılar. O zaman polis əməkdaşları sıravi vətəndaşlarla birgə yaraqlıları Respublika ərazisindən çıxara bildi. Bugün dekabr ayının 16-sı Ümumdünya Rəssam Günü kimi əlamətdardır. Dağıstanda bu peşə bayramı adətən Mahaçqalada O-Art sərgi qalereyasında müxtəlif janrlarda rəsm əsərlərinin nümayişi ilə qeyd edilir. Mahaçqala ətrafında Leninkənd qəsəbə ərazisindəki 4 hektar sahədə Aqramir məhdud məsuliyyətli cəmiyyətin istilik kompleksinin inşası çərçivəli ilk mərhələ işləri başa çatdırılıb. Bu əlaqəli təntənəli açılışda Respublika rəhbəri Ramazan Abdulətipov digər məsul şəxslər iştirak edib. Abdulətipov Respublikanın firavanlığı naminə aqrosənaye sahəsində çalışanlara öz minnətdarlığını bildirdi. Bizim üçün insanların yaradıcı əməklə məşğuliyyəti önəmlidir. Respublika Xalq Yığıncağının deputatı Şamil İsayevin təşkil etdiyi Aqramir buna gözəl nümunədir. Bugün 4 hektarda müvafiq işlər aparılır, sabahsa bu 10 hektar sahəni əhatə edəcək. İstixana kompleksinin ətrafında gözəl alma, armud bağları salınıb. Nə qədər ki, belə insanlar var, bu kimi layihələr tətbiq olunur, Dağıstan çiçəklənəcək, inkişaf tapacaq deyə Respublika rəhbəri vurğulayıb. Onun sözləri ilə bugünə Dağıstanda 20 hektarda pərniklər təmin edilib. Müvafiq təsərrüfatlarsa 70 hektarda yerləşdirilməli idi. Artıq əhalini bütün il ərzində
Təzə tərəvəzlə təmin etmək vaxtıdır. Aqramir layihəsinin tətbiqi gedişində 200 nəfər iş yeri ilə təmin olunacaq və bunun sayəsində respublika büdcəsinə 20 milyon rubl vergi vəsaiti ödənəcək. Ələlxüsus xarici məhsulların yerli ərzaq məhsulları ilə əvəz edilməsində bu olduqca önəmli addımdır. Layihə çərçivəsində kompleks Türkiyənin Teknoser AS şirkətinin avadanlığı ilə tam təmin ediləcək. Təntənəli açılışda çıxış edən Türk şirkətinin baş direktoru İsmail Arziyan Dağıstanda müasir tipli kompleksin inşasına ürəkdən şad olduğunu bildirdi. Bu Rusiya ərazisində bizim şirkətin tətbiq etdiyi ilk layihədir və avadanlıq hazırlığında Hollandiya, İsrail, Türkiyə və İspaniyada tərəvəz yetişdirilməsində istifadə olunan bütün aparıcı texnologiyalar nəzərə alınıb deyə o vurğuladı. Aqramir kompleksinin rəhbəri Şamil İsayev şirkətin 2010-cu ildə təşkil olunduğunu bildirdi. Əsasən şirkət aqrosənaye çərçivəli layihələrin tətbiqini nəzərdə tutur. Müvafiq layihənin tətbiqi isə 2 mərhələdə təmin olunur. 4 hektarda istixana kompleksinin inşası, gələn ildə isə daha 6 hektarda pərniklərin salınması. Layihənin ümumi dəyəri 700 milyon rubuldur. 2015-ci il yanvar ayının 25-nə ilk məhsulun istehlakçılara çatdırılacağı ehtimal olunur. Kompleksin istehsal gücü il ərzində 4000 ton tərəvəz yetişdirməyə imkan verir ki, onun da 3000 tonu pomidor, 1000 tonu isə xiyar olacaq. Siz son xəbərləri dinlədiniz.